Milli Hidrometeorologiya Xidmətindən kanalımıza verilən məlumata görə aprelin 13-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Tutulacağı, yağmursuz keçəcəyi gözlənilir. Arabir güclənən şimal-qərb küləyi gündüz mülayimləşəcək. Temperatur gecə 7-9, gündüz 12-15 dərəcə isti, atmosfer təzyiqi 766 mm civə sütunu, nisbi rütubət isə 60-65% proqnozlaşdırılır. Naxçıvanda axşama doğru bəzi yerlərdə qısa müddətli yağış yağacaq. Havanın temperaturu 8-10 dərəcə isti olacaq. Azərbaycanın bəzi şimal və qərb rayonlarından başlayaraq havanın yağıntılı olacağı, şimşək çağacağı, ayrı-ayrı yerlərdə yağıntıların qısa müddətli intensivləşəcəyi, dolu düşəcəyi, yüksək dağlıq rayonlara qar yağacağı bildirilir. Gündüz yağıntıda fasilə olacaq. Gecə və səhər duman gözlənilir, mülayim qərb küləyi əsəcək. Temperatur gecə 5-9, gündüz 14-18 dərəcə isti, dağlarda gecə 3 dərəcə şaxtadan 2 dərəcəyə qədər isti, gündüz 5-10 dərəcə isti olacaq. İstənilən hava şəraitində hər birinizə xoş əhval-ruhiyyə arzu edirik.